Herkese salam. Bundan əvvəlki videoda, part 1-də biz sizlə birlikdə paragraf nədir, 100 sözlük essenin strukturu, quruluşu necə olur, ondan danışdıq, paragrafın tərkib hissələrindən. Bir də təkrar edək, paragraf 4 hissədən ibarətdir. Baş cümlə, dəstəkləyici cümlələr, nümunə və yekun cümlə. Keçən dərs bunu öyrəndik. Sizin üçün nümunə bir essedə yazdıq. Əgər baxmayanlar varsa, part 1 adlı üzərində qeyd olunub esse yazmağı öyrədirəm. Part 1. Bu videoya baxıb esseni yazmağı, paragraf nədir, strukturu necədir, izahlı şəkildə vermişəm. Həmin videodan baxıb öyrənə bilərsiniz. İndi bizim məktəbdə tədris etdiyimiz, sizin öyrəndiyiniz ingilis dili dərsliklərində 8-ci sinifdən başlayaraq esse yazmağı bizə öyrədiblər. Biz də indi sizlə birlikdə izah edəcəyik və sonda sizin üçün izahlı bir esse yazacağım. Deməli, 8-ci sinifdə esse ilə bağlı nə deyib bizə? Baxın, yenə başlayıb bizə paragraf haqqında danışmağa. Bildik ki, paragraf nədir? Paragraf bir abzasdır. What is a paragraph? Nədir? It's about a group of 6-12 sentences on one topic. Deməli, deyir ki, paragraf, yəni abzas bir mövzu üzərində, bir mövzu ilə bağlı 6-12 cümlədən ibarətdir. Every sentence in a paragraph is about the same topic. Deməli, paragrafda hər bir cümlə eyni mövzu barəsində olmalıdır. All of the sentences explain the writer's main idea, the most important idea about that topic. Deyir ki, mətndə, abzasda olan bütün cümlələr yazıçının, yəni sizin, esseni yazan şəxsin əsas ideyasını, ən vacib ideyanı izah edir. A paragraph can give information, tell an opinion, explain something, or even tell a short story. Deyir ki, abzas məlumat verə bilər, fikir söyləyə bilər, nə isə izah edə bilər, yaxud da qısa bir hekayə də danışa bilər. Yəni, bu abzasdır, paragrafdır. Siz təbii ki, hekayə yazmayacaqsınız. Hekayə 9-cu sinifə aiddir. 11-lər abzas yazacaqlar. Opinion paragraf yazacaqlar, yəni öz fikirlərini. The writer choose the sentence logically, məntiqlə seçəcəklər cümlələri. So, beləliklə, the reader, oxucu, can easily understand, asanlıqla başa düşə bilir what the writer wants to say, yazıçının nə demək istədiyini. A paragraph has a topic sentence, baxın bunun rənginə, yaşıl rəngdən veribdim, and it tells the reader the main idea. Deməli, deyir ki, abzasın topic sentence olur və bu da oxucuya əsas ideyanı deyir. Yəni, mən abzasa başlayanda birinci cümlə mənim giriş cümləmdir. O cümlə artıq mənə deyir ki, burada bu abzasda, bütün abzas boyunca əsas ideya nədir, nə haqqında danışılacaq. Bu mənim topic sentence'imdir. The topic sentence is usually the first sentence of the paragraph. Baxın, topic sentence adətən abzasın birinci cümləsidir. The last sentence of the paragraph is called the concluding sentence. Deyir ki, abzasın sonuncu cümləsi isə yekun cümlədir, concludingdir. It restates the main idea in the topic sentence. Bu neyinir? Yenə bir də istinad edir. Nəyə? Birinci cümləyə, topic sentence'də sadəcə. Burada nəyə diqqət etməliyik? Yekun cümləni yazarkən topic sentence olduğu kimi olduğu kimi yaza bilmərəm. Mən onu paraphrase etməliyəm. Sinonimlərindən istifadə edərək yazmalıyam. Eynisini yazsam, balım kəsiləcək. The other sentences in the paragraph are called supporting sentences. Rənglərinə fikir verin, çünki növbət tapşırıqda lazım olacaq bir də. Deyir ki, abzasdakı digər cümlələr isə nə adlanır? Supporting sentences. Support nədir? Dəstəkləmək, yəni burada dayıncı artırıb dəstəkləyici cümlələr sifət olubdur. They give more information about the topic. Topic haqqında əlavə məlumat verirlər. They add specific details. Spesifik detallar verir and explanations və izahlar verir.
Gələk indi exercise 1. Read the paragraph and answer the question. Paragrafı oxu və suala cavab ver. What is the paragraph mainly about? Mətn nə haqqındadır? Yəni abzas nə haqqındadır belə deyək. A. Why children have hobbies? Uşaqların niyə görə hobiləri var? B. Why it is important to have a hobby? Hobby olması niyə vacibdir? C bəndində də why people started hobbies in the past? Niyə görə insanların keçmişdə hobilərə niyə başlamışdılar? Birincidə deyir ki, there are several reasons why you should have a hobby. Görün bunu nə ilə veribdir? Hansı rənglə verib? Yaşıl rəng. Yaşıl rəng nəyimiz idi? Topic sentence'imizdir. Heç rəngə baxmadan da biz deyirik ki, birinci cümlə, adətən birinci cümləmiz, yəni bəzi hallarda görəcəksiniz readinglər işləyərkən həm birinci, həm də ikinci cümləyə baxırıq. İkisini eyni vaxtda. Yəni ona görə orada adətən deyibdir ki, adətən birinci cümləmiz topic sentence'dir. To begin with hobbies make you more interesting. Hobilər deyirsən, daha maraqlı bir insan edir. If you have a hobby varsa, you have unusual experiences and stories. Qeyri-adi təəssüratlara, təcrübələr və hekayələrə sahib olursan, and you can share them with others. Və deyir, onları başqalarından bölüşürsən. You also know how to do something well. Nə isə necə yaxşı etməyi də bilirsən. So you can teach it to others. Beləliklə də deyir, bunu başqalarına da öyrədirsən. Secondly, baxın bu nədir? Firstly, secondly, bunlar nə olacaqdır? Supporting sentence'lərim, yəni dəstəkləyirəm. Birincidə dedi ki, niyə görə hobilərə sahib olmamızın bir neçə səbəbləri var. Bu indi bu səbəbləri sadalayır, dəstəkləyir də fikrini. Bunların da adı olur dəstəkləyici cümlələr. Secondly, hobbies help you relax when you are stressed. İkincisi deyir, hobilər sizə stresli olanda rahatlamağa kömək edir. They help you calm down, sizi sakitləşdirir, get pleasure from the activities that are not about your studies, work or chore. Deyir ki, sizin dərsləriniz, iş və yaxud da ev işlərinizlə bağlı olmayan aktivitelərdən, yəni fəaliyyətlərdən zövq almaqda kömək edir. Finally, nəhayət, hobbies give you something to do when you have nothing to do. Nəhayət deyir, hobilər sizə etməyə heç nəyiniz olmayanda nəsə etmək üçün imkan verir. Yəni boş qalmısınız, etməyə bir işiniz yoxdur. Bu hobbi sənə həmin o imkanı verir ki, o işlə məşğul olursan. They give you an activity that you can look forward to and get excited about. Onlar deyir, onlar sənə elə bir fəaliyyət verir ki, sən deyir, həmin o fəaliyyət barəsində həyəcanlanırsan, çox maraqlanırsan və deyir, onu səbirsizliklə gözləyirsən. Look forward to something, bu səbirsizliklə gözləmək deməkdir. Və nəhayət, these are the reasons, görsən yenə reasonlara gəlibdir, why you should take up an activity as a hobby. Deyir ki, belə hobby kimidir fəaliyyətə başlamağın səbəbləri bunlardır. Gördünmü? Birinci cümləni başqa formada, yenə də eyni fikirdir, sadəcə paraphrase eləyibdir, dəyişik bir cümlə şəklində yenidən təkrarlayıbdır, concluding sentence veribdir. Deməli, birinci olan bu hissə topic sentence'dir. Baxın, burada mavi rəngdə olan hissə supporting sentence'lərdir. Sondakı isə bizim concluding sentence'imizdir. Bu belə. Sonra gəldik nəyə? İndi deyir ki, what is a topic sentence? Baxaq görək, burada bizə təlim nəticəsi veribdir ki, by the end of the lesson, students will be better able to edə biləcəklər deyir, dərsin sonunda. Write topic sentence. Siz deyir, bu dərsin sonunda indi siz topic sentence edə biləcəksiniz və identify the elements of topic sentence. Topic sentence'in elementlərini müəyyən edəcəksiniz. İndi gedək görək, tək-tək bunlar barəsində öyrənilir və görək topic sentence nədir? Topic sentence, it usually comes at the beginning of a paragraph. Paragrafın başlanğıcında gəlir. It tells the topic of the paragraph. Paragrafın mövzusunu deyir. Gives an idea, bir ideya verir. The paragraph will be about. Abzasın nə haqqında olacağı barəsində bizə bir fikir bildirir, fikir verir.
Don't etmədi. Nələr etmədi? Don't say something too obvious in the topic sentence. Topic sentence yəni mövzuya, abzasa giriş eləyəndə çox deməli, obvious, aydın, açıq deməkdir. Açıq bir fikir söyləmə də. Yəni bəd yazıb bax burada. Cabbage is a vegetable. Kələm deyir, tərəvəzdir. Görürsən, çox açıq, aşkar bir şey. Konkret bir cümlə qurdum. Gördün, ardı gəlmir. Amma good olanda deyir. Cabbage is good for your health. Cabbage, kələm, sizin sağlamlığınız üçün good for deyəndə faydalıdır deyəcək. Faydalıdır. Görsən, ardı gəlir. Niyə görə faydalıdır? Artıq sən başlayacaqsan səbəblərini dəstəkləyici cümlələrlə verməyə. Don't give too many details in the topic sentence. Topic sentence-də deyir, çox detallar vermə. Çünki niyə? Detalları mən supporting sentence-də verəcəm də. Topic sentence sadəcə mən söhbətə başlayıram da. Yəni, belə fikirləşin məcazi mənada. Yəni, sən sözə başlayırsan, topic sentence-dən giriş verirsən. Sən uzun-uzadı orada detallar elə sadalamağın, artıq sən dedin, bütün fikrini demirsən birinci cümlədə. Dəstəkləyici cümlələri artıq sənin fikrin qalmır axı. Sən ümumi bir cümlə yazmalısan ki, ondan sonra ən az 2 dəstəkləyici cümlə verib, sonra da nümunələr verib, sonunda da yekun vurasan. Bəd olanda deyir ki, Kamran is, Kamran is a good cook, yaxşı aşpazdır. He can prepare both national and international foods very well. O deyir, milli və beynəlxalq yeməkləri deyir, çox yaxşı hazırlayır. Mən bu Kamran haqqında bildiyim bütün yaxşı şeylərin hamısını girişdə sadaladım. Mənim artıq dəstəkləyici cümləm qalmadı. Yaxşı, good cook, yaxşı aşpazdır deydim. Saxlayardım fikrimi ki, sonra onun yaxşı aşpaz olduğunu dəstəkləyən də, o fikri dəstəkləyən cümlələr də verə bilər. Amma mən onun hamısını topic sentence-də verdim. Bütün əlimdəki cümlələrin hamısını topic sentence-də xərclədim, getdi. Mənim supporting sentence-lərə 2 dənə supporting sentence verməliyəm. Mən qalmadı fikrim. Sözüm bitdi. Çünki Kamran haqqında bildiyimin hamısını artıq da dedim, bitdi. Qurtardı sözüm. Amma good olanda gör nə deyir? Kamran is the best cook in the region. Regionda deyir, ən yaxşı aşpazdır Kamran. Niyə? İndi gedirəm dəstəkləməyə. O, milli yeməkləri, beynəlxalq yeməkləri yaxşı bişirir, nümunə göstərirsən, bir dənə də detal verirsən, artıq görürsən, sənin söz danışmağı sözün olur. Sonra, don't start the topic with we sentence, with this paragraph is about, or I will write about it. Bu paragraf falan şey haqqındadır. Yaxud da deyir, mən falan şey barəsində danışacağım. Topic sentence bununla başlamır. But this paragraph is about my English teacher. Bu abzas deyil, mənim İngilis dil müəllimim haqqında. Bu bəlkə. Amma deyirsən ki, my geography teacher, bu English eləyində, geography eləyinin English teacher is a genius. Bəli, bu olur good. Bəddə niyə İngilis yazıbdır, amma goodda geography teacher veribdir, bu da çox haqsızlıq olur. Siz bunu silərsiniz, English yazar. Yazaq da bura English. Nə yazaq? Nə yaxşı olsun? English teacher olsun, bir də böyük nə yazaq. Bəd cümlədə mənim misal çəkdiklər burada yazaq. Güzel. The elements of a topic sentence'in deyir elementlər. Görək bu topic sentence özlüyündə nədən ibarətdir? Deyir ki, the two elements of a topic sentence are the main subject, a controlling idea. Topic sentence nə oldu? Özü 2 elementdən ibarət oldu. Main subject oldu və controlling idea. Controlling idea bunlardan ibarət oldu. Sonra gəlirik, indi nümunədə bizə deyir ki, yaxşı, main subject nə olan şeydir, controlling idea nə olan şeydir. Pizza is the best food in the world. Deyir ki, pizza dünyada ən yaxşı yeməkdir. İndi deyir ki, pizza mənim main subjectimdir. The best food, controlling idea'dır. Oldu mu? From this topic sentence,
Yəni ki, uşaqlar, burada main subject nədir? Söhbət nədən gedəcək? Yəni əsas mövzu nədir? Fiksat. Əsas mövzu budur. Main subject'ın budur. The best food isə controlling ID isə müəllifin, yəni yazanın, sənin, yəni writer sənsən, çünki 11-ci sinif şagirdidir. Bu pizza haqqında nə deyəcəkdi? Söhbətin nədən getdi? Pizza ən yaxşı yeməkdir. Bəli, bundan danışılır. Controlling ideas da bu. We know that the paragraph is going to explain why pizza is the best food in the world. Deyir ki, bu topic sentence. Bax, bu mənim topicimdir. Topic sentence giriş. Deyir, mən bu topic sentence'dən bilirəm ki, biz bilirik ki, abzas deyir, bu abzasda, yəni ardında gələn abzasda biləcəyik ki, bu topic sentence oxuyanmışdır. Niyə görə? Pizza dünyada ən yaxşı yemək. Bu belə. Gəldik bura. İndi nə deyir bu vətəndaş? Deyir ki, bir nömrə tapşırıqda indi. Read the topic sentences. Topic sentence'lər oxu deyir and decide if they are good or bad. The first sentence. Birinci cümlə. It is, nə boyda oldu? Aha, it is important to eat well in the morning. Bir səhər yaxşı yemək vacibdir. Görsən, ardı gəlir. Niyə? Məsələn, dəstəkləyici cümlə verirəm. Biz özümüzü gümrah hiss edirik. Dərslərimizi daha yaxşı fokuslanırıq. Görsən, ardı gəlir də. Mən topic sentence ilə qurmuşam ki, avtomatik istər-istəməz mənim dəstəkləyici cümlələrim, supporting sentence'lərim gəlir. Demək ki, bu nədir? Buddur. Buna plus qoyaq. Budlara plus qoyaq. Bu nə boyda olur? Belə. Bud olanlara plus işarəsi qoyaq. Bəd olanlara minus qoyaq. Aha, indi 2-də deyir ki, my best friend and I enjoy eating vegetable salad. Deyir ki, mənim dostum və mən tərəvəz salatı yeməyə xoşlayırıq. Xoşlayırıq. Sonra deyəcək ki, tərəvəz salatının içində bu ingredientlər faydalıdır. Nə bilim, sağlamlığımız üçün faydalıdır, gözümüz yaxşı görür, D vitamini alırıq, nə bilim, içindəki ingredientlərdən deyəcək də. Sonra, Quba is the best place to live in Azərbaycan. Quba deyir, Azərbaycanda yaşamaq üçün yaxşı yer. Qəşəng klubda topic sentence. Ardı gəlir də, deyirəm yaşamaq üçün ən yaxşı yerdir. Niyə? Havası təmizdir, insanlar mehribandır. Məsələn, görsən, dəstəkləyici cümlələrim avtomatik gəlir, özü ilə gətirir. Demək ki, topic sentence-ni yaxşı qoymuşam, gooddur. I will never forget my winter holiday in Norway. Mən deyir, Norveçdə deyir, qış tətilini heç vaxt unutmayacağam. Norveçdə bir yaxşı, səmimi bir dosta sahib oldum, bir insanla dostlaşdım, nə bilim, falan gəzməyə yerlərə getdim və unudulmaz olduğunu orada sadalayacağım. Supporting sentence dəstəkləyəcəm də çıxın. 5-də deyir ki, sushi is the most unusual food in this restaurant. Deyir ki, sushi bu restoranda ən unusual fooddur. Qeyri-adi. Ən qeyri-adi yeməkdir. Niyə? Nə bilim, çiğ balıqdan düzəlir. Nə bilim, nə sos varsa o şefin özəl sosudur. Yəni, görsən, dəstəkləyici cümlə ağlıma gəlir də. 6-da deyir ki, people don't like real meat. İnsanlar çiğ ət xoşlamır. Təsdiqdə bir cümlədir. İnsanlar çiğ ət xoşlamır. Görsən, dəstəkləyici cümləm gəlmir. Demək ki, bəli. Yesterday I had a terrible day. Dünən deyilmək pis gün keçdi. Dəstəkləyici cümləm gəlmir. Bu da bəli. İndi deyir ki, find the main subject and B-yə baxaq da. Controlling ID in the good topic sentences in task 1A. Deyir, task 1A-dəki bu topic sentencelərin main idea, main subject ilə controlling ID-yə düzgün misal verin, nə bizim. Deyən rənginə də baxan görün bu onlara özümüzdən rəhbərlik eləyək ki, bir də hamısını yazmayaq da ki, main subject
budur, controlling qaydası budur. Düzdür yazmıyor. Şimdi biz deyək görək. Məsələn, buraya yazaq. Main subject nerede? Main subject. Onu eləyək. Böyle mavi renk de qalsın. Controlling qaydası. Nə renk olsun? Bakın da şeyler de konuşsun. Kaldı bile. Hara git. Bunu böyle halletmeyeceğim. Bu da sarı olsun. Aha, main subject'im. İndi qaralayanda biləcəksiniz də. Bax, yadda saxlayın. Main subject'im olacaqdı göy rəngdə. Controlling ideyam olacaqdı sarı rəngdə. Bir də tək-tək bunu yazmayın da. Yaxşımı onu deyir. İndi birinci sentensdə deyir ki, it is important to eat well in the morning. Səhər deyir, yaxşı yemək vacibdir. İndi görək mənim əsas mövzum nədir? To eat well in the morning. Bu mənim main subjectim. Yaxşı, onun controlling ideyası nədir? Görünən yeməkləri sarı seçməliydim. Danışıb ayrı şey seçməliydim. Bu sarı. 2-də, my best friend and I enjoy eating vegetable salad. İndi deyir, mənim əsas ideyam kimdir, biz əsas mövzum kimdir, mənim best friendim və mən. Demək, bunu göstərim. Ondan sonra üstünə hərflərdə yazsam olar ki. Bəs mənim controlling ideyam nədir? Mənim controlling ideyamda nədən danışacağım bu adamlarda? Enjoy eating salatdan, salat yeməklərimizdən. Cuba is the best place. İndi mənim main subjectim burada nədir? Cuba məsələsində. Elə Cubadır da özü. Əsas mövzum Cubadır. Bəs onu dəstəkləyən controlling ideyası nədir? The best place. The best place. Sonra, I will never forget my winter holiday. İndi burada main subjectim nədir? Əsas nədir? Dəyişməliyim rəngi. Əsas mənim winter holidayimdir də. Yaxşı, onun controlling ideyası nədir? I will never forget. Sonra. Heç buna ehtiyac yox idi. Bu qədər vaxtımızdır. Sushi. Əsas vacib sushidir. Yaxşı, onun controlling ideyası nədir? The most unusual fooddur. Diğerlerde zaten good topic sentence'ler değiller. Şimdi geçtik chapter 2'ye. Chapter 2'ye. Topic sentences use the words. Then write topic sentences. Sanırım dayandım yaşadım. Read the body sentences, then write topic sentences, use the words in practice. Demek deyir, bax, sonra bu cümlələrə deyir, bax, body sentencelərə. Sonra deyir buna topic sentences. Bu cümlələrin içində oxu deyir. Sonra buna topic sentences. Və deyir, burada reason sözündən practice-dəki, bu mötərizədəki, bu mötərizənin içərisindəki sözlərdən də istifadə elə. Məsələn, burada ways veribdir, orada reasons veribdir. Bir də deyir ki, I have loved cooking since my childhood. Mən uşaqlıqdan bəri yemək pişirməyi sevmişəm.
I can create my own recipes. Öz reseptlərimi yarada bilirəm. All my friends love my dishes a lot. Mənim dostlarım deyil, hamısı mənim yeməklərimi çox xoşlayır. Reason deyəcək. Reason. Deməli deyir ki, sevirəm, reseptlərim var, dostlarım xoşlayır. İndi deyirəm ki, buna bir dənə topic sentence verəcəm. Topic sentence girir. İndi mən bu cümlələrdən topic sentence nə deyəcəm buna? Nədən danışıb bu vətəndaş? Cookingdən danışıbdır. Deyir, dostum da sevir, özünün də reseptlərim var. Deməli, nələri verib? The reason verib, səbəb. İndi deyir ki, mən xoşlayıram, enjoy, nəyi xoşlayıram? Cooking, yemək bişirməyi. Mən çox səbəblərə görə for many reasons. Oldu mu? Bu da oldu mənim topic sentence. Elə qarşısına topic yazacağım ki, topic sentence nöqtə. Birinci bu topic sentence. İndi gəldik 2-yə. Nə deyir bu vətəndaş? Deyir ki, topic sentencedə ways sözündən istifadə elə. İndi deyir, you can search the best recipe on the internet. Sən deyir, ən yaxşı resepti internetdə axtara bilərsən. You can add some spices to make a delicious dish. Dadlı deyir, yemək hazırlayarkən spices, ədviyyatlar da species demək bağışlayın, spices, ədviyyatlar əlavə edərsən. You can use only fresh vegetables. Sən deyir, həmçinin təzə tərəvəzlərdə görsən, ən yaxşı resepti tapa bilərsən, axtara bilərsən, spices əlavə edə bilərsən, fresh vegetables istifadə edə bilərsən. Bu ways deyir, yollar, üsullar, metodlar. Demək ki, topic sentence'ın ways, yollardan olacaq, üsullardan, tərzlərdən. İndi deyir ki, topic sentence giriş verirəm də burada. Deyirəm ki, dadlı bir yemək bişirmək üçün ways, çoxlu yollar var. Vardır nə deməkdir? There are, niyə böyütməyəm? There are, nə var? Many ways. Vətəndaş deyib ki, şərtdə buradan istifadə elədən. Nə üçün var? To bişirmək üçün delicious. Niyə olacaq da bu dəfə? Diş veribdir, mən də niyə olacaq? Aha, bu da belə. Bu da mənim topic sentence'im. Getdim içə. Yenə reasons'un altına çək. Möhtəzəyə alıbdır reasons'un. My house is very clean. Mənim deyir, evim çox təmizdir. It is not far away from my school. Mənim məktəbimdən deyir, uzaq deyil, yəni yaxındır. It is in the safest part of the city. Şəhərin deyir, ən təhlükəsiz yerindədir. Yenə də reasons deyir. Görsən, bu vətəndaş evindən danışır. Deyir ki, məktəbimdən yaxındır, ən təhlükəsiz yerdədir. Deməli, mənim topic sentence'im nə olacaqdır? Bu vətəndaş deyir, evim çox təmizdir, məktəbə yaxındır. Müsbət tərəflərini deyir evini. Demək ki, nədir? Bu vətəndaş söhbətə başlayanda deyəcəkdir ki, mən deyir, evimi xoşlayıram. Reason'da mötərizədə verdiyinə görə deyir ki, səbəbini deyir də, sevirəm, bəyənirəm, mən deyilən yazmışam, hər dəfə bu mənə satışdır. I like, özüm xoşlayıram. I like my house. Reasons verir, baxın. For many reasons. Çox səbəblərdən deyir. Mən bu səbəbləri görə evimi xoşlayıram. 4-ə gəldik. Topic sentence reasons. Dogs are great listeners. İtlər deyir, yaxşı dinləyicilərdir. They bark if there is danger. Təhlükə olanda deyir, hüdürlər. They help you get daily exercise. Onlar sənə deyir, günlük idman etməyə, daily exercise'larını etməyə kömək edirlər. Deməli, bu itlərdən danışdım. İtin xüsusiyyətlərini deyirsən, daily exercise-ına kömək edirlər, təhlükə olanda bilirlər, yaxşı dinləyicilərdir. Deməli, bu insan mövzuya giriş edəndə itlərin müsbət xüsusiyyətlərindən danışır. Yəni ki, iti, məsələn, evdə ev heyvanı kimi saxlamağın səbəblərini deyir də. Deyir ki, itlər
itlər. Dogs. Ne yazdım? Dogs are mükemmel ev heyvanlarıdır. Excellent ev heyvanlarıdır. Pets. Reason səbəblərinə görə. For many reasons. Bu da oldu. Mənim topic sentence. Mövzuya giriş olar. Ümidvaram ki, anlaşıqlı olar. Video uzanır. Əslində istəyirəm ki, bunu tək-tək hamısının izahını verək. Sizin üçün, yəni, al bu strukturdur, get bunu 5 dənə cümlə yaz, bu da olsun sənin 100 sözünün. Olsun istəmirəm də. Yəni, hər bir şeyi tək-tək dərslikdə necə veribsə elə izah eləyək ki, sizin üçün də tam aydın olsun. Yəni, başa düşün də, dərk eləyin ki, biz nədən yazırıq, niyə yazırıq, quruluş niyə görə belədir. Bu belə. İndi gəldik növbəti səhifəyə. Bu dəfə də danışıq bizə supporting sentencelərdən biraz böyüdək. Supporting sentencelər dəstəkləyici cümlələr. Görsən, topic nə gözəl yazılır. Birinci topic sentence verdi izahını. İndi də deyir ki, supporting sentence, yəni dəstəkləyici cümlədən danışıq. Deməli, topic sentence bildik ki, 2 hissədən ibarətdir, main subject-dir, controlling idea-dır. İndi gəlir supporting sentence. Deyir they talk about the topic sentence in more detail. Bayaq gördünmü? Dedi ki, topic sentence də çoxlu detallar vermə, qısa, yəni normal şəkildə söhbətə başla. Bütün fikirlərinin hamısını topic sentence-də verib, digər supporting sentence-də example-a cümlə saxlamamaq olmaz. Özümüzü kilitləyə bilmərik. Yəni, cümlənin ümumi bir cümlə veririk, ondan sonra ardı gəlməlidir. Yəni, elə cümlə qurmalıyam ki, ardı gəlsin. They explain, describe, give reasons and examples. O izah eləyir, təsvir eləyir, səbəblər verir, nümunələr çəkir. Supporting sentences should focus on the following. Nəyə fokuslanır? Bu aşağıdakılara. Provide the main supporting points. Məqamlar. Deyir ki, topic sentence üçün əsas dəstəkləyici məqamlarından təmin edir. There are usually 2 or 4 supporting sentences in a paragraph. Bir abzasda deyir 2-4 supporting sentence. Yəni, sizin üçün 2 dənəsi olar. Ən az 2 dənə yazmalısınız. They should, example-da yazsaq, bir dənə də yetin, olur da 100-dür. They should come in a logical order. Məntiqi ardıcılıqla gəlməlidir. Yəni, onu da başlıqda keçmişdik də. Topic sentence, supporting sentence, example, yenə bir dənə də supporting sentence, sonra conclusion. Yəni, concluding sentence olur. Don't, etmə. You should not begin a new topic or introduce a new idea in supporting sentences. Bunu keçən birinci videoda da demişdik. Məsələn, kitab oxumaqdan danışıram. Gəlib, kitab oxumaq bizim üçün faydalıdır, dünya görüşümüzü zənginləşdirir deyil, bir supporting sentence-də. İkinci supporting sentence-də mən yay tətilini Bakıda keçirmişəm desəm olmaz. Yəni, belə fərqli supporting sentence verə bilməzsən. İndi deyir ki, read the topic sentence and decide if the supporting sentences are good or bad. Deyir ki, oxu, bax gör, hansılar yaxşıdır. Sənə indi topic sentence də veribdir. Supporting sentence də veribdir. İndi deyir, bax gör, sən supporting sentencelərindən hansı gooddur, hansı bad. Topic sentence, spending time in nature is beneficial for students. Təbiətin qoynunda vaxt keçirmək deyir. Şagirdlər üçün beneficial, useful, helpful, faydalıdır deyir. Dəstəkləyirəm ki, niyə faydalıdır? It helps them be more active. Deyir, onlara daha fəal olmaq kimi, bəli, oksigen alırıq, beynimdə hava gedir, oksigenlə təmin edir bizi, başımız yaxşı. Dəstəklədim ki, bir də deyir, they start school at the age of 5 yaşında deyir məktəbdə. Nə əlaqə? Biz təbiətdən danışdıq, biz təbiətin qoynunda vaxt keçirir studentlar, yaxşıdır onlar üçün. Bu deyir, 5 yaşında. Bir də deyir ki, outdoor activities teach them practical skills. Çöl oyunları deyir, çöl fəaliyyətləri onlara təcrübi bacarıqları öyrənməyə kömək edir. Bəli, çöldə təcrübə ilə, praktika ilə, praktiki bacarıqları inkişaf edir. Bəli, bu da. Gedirlər yerində ki, nəyisə tətbiq edirlər, yaşayaraq öyrənirlər, bu da olur praktika.
İndi mən bu qutulara tik işarəsi qoydum, bədə də X qoydum. İndi gəlirik ki, topic sentence living in a big city isn't for me. Deyir ki, böyük bir şəhərdə yaşamaq mənlik deyil. Supporting sentence. Niyə? Fikrimi dəstəkləyirəm də. Big cities are crowded. Çünki deyir, böyük şəhərlər izdihamlıdır, qarışıqlıqdır, xoşlamıram. Bir də deyir, it is very noisy. Çox səs-küylüdür. Maşının səsi, insanların səsi. Səs-küy, xaos. Dəstəklədim. C bəndində I can find all the things I want. İstədiyim bir hər şeyi tapa bilirim. Yaxşı, tapa bilsənsə bəs niyə xoşlanmırsan o böyük şəhər? Səhv dəstəklədim. Dəstəkləyə bilməz. 2-də read the phrases and choose the main points and supporting details that can go in the outline below. There are 2 extra phrases. Burada deyir phraselərdən ikisi extradır, əlavədir. Digərlərində bu boşluqda yerinə yazmalıyam. Əvvəla mənə deyir ki, have outdoor activities, çöl fəaliyyətləri, məşğul olmaq, have a walk in a green area, yaşıl bir ərazidə gəzmək, sing songs outside, çöldə mahnı oxumaq, green your home, evini yaxşılaşdırmaq, grow plants at your home, evində deyir bitkilər becərmək, buy flowers for your relatives, qohumların üçün güllər almaq. Getdik. İndi topic sentence-ə baxın ki, sonra bunların içindən seçimdə. Deyir ki, there are many ways to connect with nature. Təbiətlə deyir, əlaqə saxlamaq, təbiətdə olmağın çoxlu yolları var. Main point nə olacaqdır? Çoxlu yol, yəni təbiətlə ünsiyyətdə olmaq, əlaqədə olmağın yollarından biri nədir? Having outdoor activities. Bunu gətirəm otla bura. Ya da bunu belə gətirməyib, qarşısına 1 yaza bilərəm. Görürsən, burada 1 yazmış. Bax, burada 1 var. İndi deyirəm ki, outdoor activities. İndi buna bir detal verirəm də, dəstəkləyirəm. Outdoor activity nə verərəm? Have a walk in a green area. Yaşıl bir ərazidə gəzirəm deyə. Outdoor activity oldu. Bu da 2. Sonra indi ikinci. Təbiətlə əlaqəyə aid olan. Mahnı oxuyuram çöldə. Təbiətlə nə əlaqə? Qohumlarıma gül alın. Bu da əlaqə. Bunlar demək ekstra olanlar bunlar. Deyir ki, evində deyir plants at your home. Bu 3-ə gələcək. Bitkilər yetişdirsən evində. Dəstəkləyirəm. Green your home. Evini yaşıllaşdırırsın. Yox, biz tərsini yazdıq. Səhv olacaq deyil. Green your home. Evini yaşıllaşdırırsan. Yəni, evini yaşıllaşdırırsan. Dəstəkləyirəm mən. Necə yaşıllaşdırırsan? Bitkilər əkəcəm evində. Bu da mənim supporting detail'im oldu. Özellikle qəşəng bizə lazım olan transition words əlaqələndirici. Fikirləri bir-birinə bağlayır da. Yəni cümlələr sadiqli yanaşı düzmür. Onları bir-birinə bağlayan əlaqələndirici sözlərdir. When we write main points and supporting details, we need to write the ideas in a logical order. Məntiqi açılıqla yazmalıyam. So, beləliklə, we need to use transition words to organize the main points and supporting details. İndi burada deyibdir, to add ideas, ideya əlavə etmək. Firstly, secondly, thirdly, lastly, finally, in addition, also, moreover. Nəsə fikrə əlavə eləyəndə bu. Compare, contrast, qarşılaşdırıram, compare, müqayisə edirəm. But, on the one hand, on the other hand, however, bunlar qarşılaşdırır. Show time and order, ardıcıllıqda zaman göstərin. First, birinci, next, sonra, then, soon, after a few hours, nəhayət, at first, bunlar belə. To give an example, for instance, bu da mənim içimdə var. Look at the outline and write main points and supporting details for the given topic sentences. Nə dedi? Deyir ki, bura baxın, necə qoydunuz? Right. Yazın deyir. Nə yazın? You have to cover your mouth when you sneeze.
Bir saniye tapşırığı başa düşmüyor. Hə, Esin yazıyı da. Bunlara bax deyir. Impolite. Others can get sick. Xəstələnə bilər. Spread infection. Hə, qəşəng Esin yazır. Sonra hə, 2 dənə əsas məqam veribdir. Biri nəzakət. Hə, deyir ki, askıranda deyir, ağzınızı örtməliyik. Örtməlisiniz. Impolite. Niyə görə? Dəstəkləyirəm. Impolite nəzakətsizlik. Əsas məqam budur. Sonra onu dəstəkləyirəm ki, niyə nəzakətsizlikdir? Çünki insanlar deyir, açıqlana bilər. Sonra yenə deyirəm ki, təkcə nəzakətsizlikdir. Yox, başqa səbəbi də var. Başqaları biz asılırıq, başqaları da xəstələnə bilir. Dəstəkləyirəm. Necə xəstələnir? Çünki deyir, infeksiya yaratır. Və deyir ki, use some of these transition words. First of all, firstly, secondly, finally, for example, on the one hand, on the other hand. Deyir ki, bu transitionlardan da hamısını deməyib, bir neçəsindən istifadə elə. Qəşəng. İndi gedək biz. Görsən özdə verib də, fikirlərdə verib. Gedirik indi nə eləmək? Estimimizi yazmağa. Deməli, birinci nə yazacağam mən? Birinci topic sentensini yazıram. Biraz da böyüdək. Biz izləyəndə rahat verir. Topic sentensin nədir? Topic sentensin giriş eləyir. Bu vətəndaş deyir ki, aspiranda əlini ağzına tut. Yaxşı, onu oradan ora kopyalamağı bacarardım. You have to cover your mouth when you sneeze. Topic sentensi verdim. İndi nə deyəcəm? Supporting details, main point, əsas məqamı verəcəm. Main point. Mənə ipucu veribdir də. Mənim yadınıza gəlir, əvvəlki videolarda baxmışsınızsa, görəcəksiniz ki, mən də yazmışam sizə ipucularından bax bu formada. Siz demək ki, bilsin yoldayız. Main pointi nədir? Bu mənim bir dənə impolite veribdir. Mən indi bunu cümlə şəklində yazmalıyım. Deyirəm ki, bu it is impolite, nəzakətsizlikdir. Nəzakətsizlik olar. Is. Əgər sən do not. Və sizə nə demişdim? Don't yaza bilmərəm, bax. Bu formada yaza bilmərəm, səhvdir. Akademik yazıda qısalmaya yer yoxdur. Açıq şəkildə yazmalıyım. Əgər deyir, ağzını örtməsən, do not cover your mouth. Örtməsən, people acıqlana bilər. Görsən, dəstəkləyirəm. Hə, deyir ki, ağzını örtməsən, bu nəzakətsizlik olar və verək də. Çünki main, burada mütləzədə yazım ki, supporting detail olduğunu da görün. Supporting detail. Təkdə yazım da bir dənə detail. People can get angry. Bu belə. Açıqlanar. Bu da mənim supporting detailim oldu. Bax, burada yazdım. İndi keçirəm ikinci main pointini. İkinci main pointini keçdim. Sağ olsun, ödü verib. Deyir ki, mən açar sözündən transitionlardan istifadə eləmədim axı. Əvvəla deyir, firstly. Ona görə balaca başlayaq. Görsən, birini istifadə elədim. İndi deyirəm ki, birini sadalansam, indi deyirəm ikinci. Secondly. İkincisi deyir, others can get main pointi verib də. Others can get sick. Xəstələnə bilər. İndi supporting sentence verirəm. Çünki niyə xəstələnirlər? Mən astıram, onlar niyə xəstələnir? Çünki indi detal verirəm. Supporting detailim də budur. Detail. Niyə xəstələnir? Çünki astırmaq, sneezing, spread infection,
infeksiya. İnfeksiya yaya bilər. Spread infection. Yaya bilər. Infection yaya bilər. İndi mən nəyim çatışmır? Bir özünə sual verdirəm. Nə çatışmır? Concluding sentence'im çatışmır. Üstün vurmalıyam. İndi insanlar xəstələnir. Elə belə deyib dayandıra bilmərəm. Bunun rəngini dəyişirəm. Hayda, hamısını dəyişir. Bacarmıram burada yazmaq, yürürsən. Concluding sentence'ində nə olacaqdı? Nə deyək? Concluding sentence'də nəyə qayıdıram? Birinci topic sentence'ına, bax bu cümləyə qayıdıram. Həmin fikrə qayıdıram, onu eyni ilə yazmıram. Eyni ilə yazsam, balımı kəsəcək, bal verməyəcək mənim. Deməli, yekun vururam. Burada sadaladıqlarıma yekun vururam. Deyirəm ki, belə, nəhayət, finally deyib istifadə elə. Finally, nəhayət ki, deyir. Şimdi finally yazmayı, ay müəllim, mən in conclusion vermək istəyirəm. In conclusion. Verə bilərsən, nə balam? In conclusion verim də, final verməyim. In conclusion, ağzımızı örtmək, covering, your demişdi yaxı, your mouth, asan, sadə bir yoldur. Is a simple way, nə etmək üçün? To, biz neynədik? Bir, görsən burada nəzakət göstərdim. To show good manners. İkidə neynədim? Infeksiya spread eləmədim. And, onda neynədim? İnsanları qorudum. Protect others. Other people da verə bilərəm. Baxın, orada other people yazmışam. Yox. Others da deyə bilərəm. Other people da deyə bilərəm. Gördün, sözün çatmır. Tamamlaya bilməmişsən. Artıq götürün. Oldu mu? Bu da bu. Orada bu concluding ona görə verməyibdir. Biz növbəti dərsdə verib də bunu. Ona görə. Concluding'i burada izah eləməyə başlayıbdır. Ona görə. Tamam, bunu da izahını verək. Ondan sonra yekunlaşdıraq. Yaxşı, concluding sentence nə oldu? What is a concluding sentence? Concluding sentence yekun cümlə, the last sentence in a paragraph, sonuncu sentencedir. Summarize the main idea of the paragraph. Do edə bilərsə, etməlisən. Restate the topic sentence. Görsən yenə də using synonyms. Sinonimlərdən istifadə elər. Topic sentence'dəki yenidən yaz deyil topic sentence, amma cümlənin müxtəlif növündən istifadə edərək, transitionlardan istifadə etmə. Birinci, görsən bayaqdan dediyim, söz deyil, topic sentence'i köçürmə. Yeni bir mövzu açma, kiçik bir mövzuya toxunma, ideyaya fokuslanma. To sum up, overall, in a word, conclusion, to conclude. Sonra, indi yenə də deyir ki, good, bad deyil. Yenə tik işarəsi qoyacaq. Tik bir də x deyil. Birincidə deyir ki, topic sentence'ində playing outside has several advantages. Çöldə oynamağın deyir bir neçə üstünlükləri var. Buna yekun verirəm. To sum up, anyone can benefit physically and emotionally from playing outside. Mən deyir, aşağıdakı cümləyə baxırsam mən deyirəm. Faydalana bilər fiziki və emosional olaraq. İstənilən hər kəsliyə çöldə oynamaqdan fiziki və emosional olaraq fayda götürə bilər, faydalana bilər. Ben burada playing outside verildi. Advantage də bu nədir? Fiziki və emosional olaraq faydalanır. Götürdüm. Bir də deyir ki, never my friends, dostlarım və mən tez-tez deyir, dərsdən sonra hər gün oynayırıq. Onun üstünlüyünə, o üstünlüyündən danışmadım. Mən üstünlük dostluğundan danışmadım.
2-də deyir, my first day of school was a disaster. Mənim deyir, məktəbdə ilk günüm fəlakət idi. To conclude, my school is far from my home. Mənim deyir, məktəbim evimdən deyir, uzaqdadır. Overall, my first day of school was really bad. Bir sözlə deyir, mənim deyir, günüm həqiqətən pis idi. Bəli, first day-dən danışır. Bu nə deyir? Mənim evim deyir, uzaqdır. Məktəbim uzaqdır. X topic sentence-də first day-dən, disaster, fəlakət olmasından danışır. Yekun vuranda məktəbin evdən uzaqlığını necə deyə bilərəm. Amma görsən, bir bəndində deyir ki, ilk günüm deyir, həqiqətən də pis idi. Təzdən bir də qayıtdı, amma eynisini demədi. Gördün, bu mənim topic sentensimdir. Bu da mənim concluding sentensimdir. İkisi də eyni mənaya gəlir, amma ikisi də eyni cümlə deyil. Gördük, o deyil disaster, bu deyil really bad. Əslində eyni mənaya gəlir, amma başqa sözlərdə də gördük, sinonimini verir, yaxın mənasını verir. 3-də deyir, my study room is the best place in my house. Mənim deyir, dərs otağım evimdə ən yaxşı yerdir. Demək, nədən danışırdıq? Dərs otağından danışırdıq, best place-dən danışırıq, ən yaxşı yer olmasından. To conclude, my study room is my favorite place in my house. Bəli deyir, bir sözlə bu mənim dərs otağım, mənim evimdə deyir, mənim sevimli yerimdir. Bəli, sözlə dedi, ən yaxşı, sonra deyir, sevimli yer. Burada deyir, bir bəndində large and clean, but it's also messy. Təmiz deyir, böyük və sərgəldir, biraz dağınıq qalır. Ən yaxşı yer olmasın deyir, daxil topic sentence-dəki fikrimi təkrarlanmalıyam burada. Amma sinonimlərlə, eynisilə yox. I don't want to travel abroad in summer for some reasons. Mən deyir, yayda bir neçə səbəblərdən səyahət etməyə xoşlanmıram. They are the reasons why I want to travel abroad this summer. Mən deyir, bu yay xaricə səyahət etmək istəməyimin səbəbləri bunlardır. Axı, bu vətəndaş deyir, I don't want to travel, səyahət etmək istəmirəm, bu istəyirəm deyir axı. Demək, bəddir. Bəddir. To sum up, these are the reasons. Bunlar bir səbəblərdir. Why I prefer to stay in my country in summer. Yayda deyir, niyə ölkəmdə qalmalı tuturam. Bəli, deyir, görürsən, eyni mənaya gəlir. Deyir ki, xaricə səyahət etmək istəmirəm. Səbəblərim var deyir, xaricə səyahət etmək istəmirəm. Xaricə səyahət etmirəm, neyinirəm? Stay in my country, ölkəmdə qalıram. Eyni mənaya gəlir də. Deməli, doğru. Yəni, bu yaptık. Tamam. Aha, bir saniye. Buna da bakıp onları da yekunlaşdırırıq. Deyir ki, 5 features of a well-written paragraph. Yaxşı yazılmış bir paragrafın abzasının dış xüsusiyyəti. 1. The first sentence of a paragraph is indented. Deməli. Remember first line has intro. Yəni bu abzası başlamağımız, abzasa başlayanda necə başlayırdıq? Biraz boşluq buraxdıq, sonra başlayırdıq. Bu da onu deyir. A paragraph has a topic sentence that states the main idea. Paragraph deyir, topic sentence ilə başlayır. Bəli, bunu zaten bilirsiniz. All of the sentences are about one topic, bir mövzu, bayaq məsələsi. Kitab oxuyuram, kitab oxumaqdan danışır, sonra gedib digər dəstəkləyici cümlədə üzməkdən danışa bilməzsən. Transition words are used to link together the ideas. Bəli, cümlələr qopuq olmamalıdır, bir-birlərinə link olmalıdır. Bunlar da olur linking words. The concluding sentence brings the paragraph logical. Məntiqi yekun vurur, sonluq vurur. Bəli, yekun vurmalıyım, sözünü bitirməliyim. Bu qədər. Burada da essemiz oldu. O concluding sentence'i də mən özümdən yazdım. Çünki bu dəftə hələ, yəni gördünüz, ardında